Əvvəl özünüzü təqdim edin, zəhmət olmasa. Əhmədova Şəlalə. Şəlalə xanım, bura nə üçün gəlmisiniz? Bura gəlmişik ki, səsimizi möhtərəm Prezident İlham Əliyev eşitdirək. Probleminiz nədir? Problemimiz odur ki, bizi kəsib atıblar. Yəni 16 ilin, 20 ilin, 30 ilin müəllimələri var ki, aldadılıb, qol çəkilənlər var ki, məsələn təkmilləşmə adı ilə qol çəkilib. İndi deyirlər ki, yox, xitam kimidir, yəni çıxın işdən. Atırlar hamını bayra, hamı da sosial vəziyyəti gərgindir, pisdir. Kirayə qalan var və yaxud körpə uşaq saxlayan var, banka olanı var, kredit olan var. Biri mən özüm, mən 2 uşaq saxlayıram kirayədə. Vəziyyətim çox pisdir. Mən yəni o maaşla evimin pulunu ödəyirəm. Yəni bugünkü günü mən belə çıxır ki, çöldə qalmışam. Yəni bu nə dərəcədə düzgündür? Neçə ildir fəaliyyət göstərirsiniz? 16 ildir işləyirəm. Baxın, 16 ildə sizi hansısa bir təkmilləşdirmə kursuna Xeyr, göndəriblərmi? xeyr, heç bir Hardan zaman gəlmisiniz? olmayıb. 33 nömrəli musiqi məktəbi, Nizami rayon. Nizami rayon. Bəli. Yaxşı, bəs belə deyək, bu imtahanın adı nə idi? Sizə imtahanı İmtahanı Cəsarət Valihov çıxdı, danışdı ki, milyonların Nazirinin önündə danışdı ki, efirdə bəli, heç bir kəsilmə olmayacaq, işdən çıxarılma olmayacaq. Biz müəllimlərin bilik səviyyəsini yoxlayırıq. Amma yəni indi bugünkü günü kursa göndərilən də, kəsilən də hər bir kəsi deyir ki, çıxsın işdən, xitam verilsin işinə və yaxud gəlsin özü ərizə yazsın. Məcbur özü işdən çıxsın. Bəs xanım, ipoteka nə ödəməsiz, işdən çıxmısınız? İpoteka deyil, kirayədir. Kirayə. Bilmirəm. Siz çəkilişdən öncə bildirdiniz ki, bizi aldatdılar. Kimlər tərəfindən aldanıldı? Komissiya tərəfindən. Adı soyadı Komissiya var tərəfindən bilmirəm. Orada kimlər 5 nəfər komissiya üzvü var idi. Orada dedilər ki, nəyə pisdir ki, sizi təkmilləşməyə göndərirlər. Düzdür, mən qol çəkmədim o attestasiya vərəqəsinə, amma çəkənlər var, aldadılıb ki, yəni kursa göndərəcəyik. Burada heç bir problem yoxdur. Amma bugünkü günü hamını çağırıblar, deyirlər ki, yox, siz işdən çıxmalısınız. Səbəbi nə qoydular işdən çıxarılmağa? Qərar. Əlində Nazirlər Kabinetində oturulan, yəni rəsmi səhifədə qərarı göstərir ki, bu qərarla siz işdən Qərarda nə çıxmalısınız. yazılıb? Qərarda da yazılıb ki, yəni orada xitam verilsin söhbəti yoxdur. Yazılıb ki, heç kim xitam verilməyəcək işinə. Amma ki, orada yazılıb ki, güya biz çıxmalıyıq işdən. Təzədən yenidən işimizə qayıda bilərik. Amma xitam söhbəti yoxdur. Çıxmalısınız, öz ərizənizdən Bəli. çıxmalısınız. Bəs necə Ya öz ərizəmizə, yenidən ya qayıdacaq? xitam formasında bizi işdən çıxartmalıdır. 70C maddəsi ilə. 70 maddəsindən yenidən işə götürmə məhkəmə yolu ilə olmazdan. Yox, indi deyir ki, yəni özünüz ərizə yazıb çıxsaz, yəni siz geri qayıda biləcəksiniz. Amma biz xitam versək, siz artıq işiniz. Mən bayaq sizə bir sual verdim. Hansı imtahanın nəticələrinə görə sizi işdən çıxardılar? Ayın 11-də olub da attestasiya imtahanı. Attestasiya imtahanı. Bəli, attestasiya imtahanı ilə bağlı. Budur, çox sağ olun. Sağ olun. Özünüzü təqdim edin. Mən 3 nömrəli Suraxanı rayon Gülara Əliyeva adına musiqi məktəbində 33 ildir müəllimə işləyirəm. Mənim 33 il stajım var. Yaşım 62-ni keçib. Həmçinin mənim qızım da bu sahə üzrə 13 nömrəli musiqi məktəbində işləyir. Onu da 19 ilin konsertmeysterdir. Bir məktəbdə onun kimi yaxşı konsertmeyster yoxdur. Direktorun öz dediyi də var. Yəni video kadrlar da var. Hansı ki o məktəbdə xor dərsində bir əllə çalan müəllimə, savadsız müəllimə keçib, amma mənim 19 il işlədiyi, yəni bütün zəhmətlərini yerə vurub mənim qızımı hansı ki əsər çalıb, qamma çalıb, əlavə bir mahnı da çaldırıblar ona. Keçiblər sual-cavaba. Sual-cavabda əvvəl özünə itirib düz cavab verib, sonra səhv cavab verib, sonra düz cavab verib. Axırda yazıblar ki, heç bir suala cavab verə bilməyib, yəni hamısı 0. Yəni bu nə dərəcə düzgündür? Obyektiv imtahan getməyib. Düzgün imtahan getməyib. Orada neçə sinifdə, hər sinifdə 5-6 komissiya üzvü olmaqla imtahan keçirilib. Komissiya üzvlərinin insaflı, vicdanlı olanı da var idi. Öz yəni ki sənətimizə, peşəmizə 7 illik, 5 illik tədris dərsinə görə suallar verənlər var idi. Hansı ki konservatoriya necə deyim, həcmində sual verənlər də var idi. Yəni qərəzli şəkildə bu imtahan müəllimlərin, mən deyərdim, soyqırımıdır. 33 il, 40 il, 45 il qırmızı diplomla qurtaran müəllim, konsertə, tədbirlərə şagird çıxardan müəllimlər bu indiki vaxtda savadsız damğası vurularaq işdən uzaqlaşdırılır. Bu müəllimə ən böyük zərbədir.
siz düşünürsünüz ki Mədəniyyət Nazirliyi tərəfindən qruplaşdırılma yaranıb. Bəli, bəli, bu qərəzli şəkildə söhbət də var ki, deyirlər direktorlar siyahı verib. Yəni hər cür orada oyunlar gedib. Oyunlar gedib, qurban da ancaq müəllimlərdir. Müəllimlər var ki, xəstədir. Mən məsələn 62 yaşı keçmişəm, mən ancaq dərmanla yaşayıram. Cəsarət Valehov çıxışı var. Kimdir Telekom- Cəsarət Valehov? Adı Mədəniyyət Nazirliyinin müşaviri. müşaviri. Özü çıxış eləyir. Bizdə video kadrlar da var ki, imtahan bu imtahandır, atestasiyadır. Heç kim narahat olmasın. İşdən çıxarılma olmayacaq. Yəni narahat olmağa səbəb yoxdur. Hə, ancaq imtahan ki 1-ci ayın 28-də fevralın start verildi. İmtahandan kəsilən müəllimlərin arxasınca gəldi ki, bəs kim imtahandan keçmir, o müəllimlər işdən azad olunur. İşdən də necə azad olunur? Direktorlar çağırır, deyir ki, ya buna qol çək, ya ərizə yaz, öz xoşunla gedirsən, ya da ki, əgər ərizə yazıb öz xoşunla getmirsənsə, 70C maddəsini tətbiq edirlər. Bu nə deməkdir? Müəllimə ömürlük damğa vururlar. Sabah mənim qızımın 39 yaşı var, o gedib harda işləməlidir? Mənim 62 yaşım var, mən nə pensiya alıram, nə də başqa bir gəlir yerim yoxdur. Oğlum yox, yoldaşım yox, mən nə ilə yaşamalıyam? Neçə ildir fəaliyyət göstərirsiniz? 33 il. 33 il. 33 ildə siz hansısa bir imtahanlara Heç yönləndirilmisiniz? bir nə kursa göndərilmə var, nə imtahan var. Təsəvvür eləyin ki, il qurtarmağa 2 ay qalıb, amma bizim hələ jurnallarımız yoxdur. Biz 12 vərəq dəftərdə jurnal tuturuq. Mən sabah o dəftəri cırıb başqasını yaza bilərəm. Fərdi vərəqə yoxdur. 3 nömrəli musiqi məktəbi. Sumqayıt şəhərində Suraxanı rayonu. Suraxanı rayonu. Bəli. Müəllim uşaqları qutarırlar, diplomları verilmir. Büdcədə pul yoxdur. Büdcədə pul olmadığına görə müəllimlər belə çörəksiz qalmalıdır. Bu nə dərəcə düzgündür? Hansı qanuna uyğundur? Biz səslənirik hörmətli prezidentimizə, Mehriban xanıma. Çünki bizim səsimizi ona çatdırmırlar. Biz məktublar yazmışıq. Biz mediada, yəni ki, saytlarda biz çıxış eləmişik. Bizim heç bir səsimiz Mehriban xanıma çatmır. Biz çox xahiş eləyirik. Çox xahiş edirik prezidentimizdən, Mehriban xanımdan, yəni ədalət həmişə tərəfdarıdır. Prezidentimiz həmişə deyir ki, məmurlara qarşı özbaşınalıq varsa bizə mənə məlumat verin. Biz ona görə bura yığışmışıq ki, bizim səsimizi prezidentimiz Mehriban xanım eşitsin, yəni düzgün qərar verilsin. Lazımdır müəllimlərə ikinci şans verilsin. Lazımdır müəllimləri kursa göndərsinlər, biliklərini artırsınlar. Biz imtahana etiraz eləmirik. Əlbəttə savadlı, savadsız müəllim. Elə müəllimlər var ki, heç nə ortada gəzirlər, heç bir yəni uşaqla məşğul olmurlar. Yəni belə müəllimlərimiz var içəridə. Onlar bilinir kimlərin adamıdır. Yəni o müəllimlər hamısı imtahandan keçib koridorda, yəni belə şişəslə gəzirlər ki, mən keçdim. Hansı ki onun savadı o dərəcədə deyil. Müəllimlər var ki, konkursa uşaq çıxardılar. Müəllimlər indi qalıb ağlaya-ağlaya ki, mənim ayın 15-də uşağım konsertə çıxmalıdır. Mən deyir tələbəyə mən necə deyim ki, mən imtahandan kəsilmişəm. İlham Əliyev, kömək elə bizə. Salam, mən daxili müəlliməsiyəm. Məni bu güdə qoyan, danışa bilmirəm, çox həyəcanlıyım. Bəlkə bu tərəfə eləyin. İnanın ki, bu çox ədalətsizdir, çox. Belə imtahan olmaz, belə müəllimləri ləyaqsız eləmək olmaz. 40 il müəllimini yararsız demək olmaz. Mənim oğlum hərbidən yararsız, xəstə gəlib, mən kirayədə yaşayıram. Mənim ərim təzə ölüb, mən İlyasın içində imtahan vermişəm. Bütün suallara cavab vermişəm, məni yararsız deyib işdən çıxartmaq olar. İlham Əliyev, siz bizim atamızsınız, biz sizə inanırıq. Siz bizə kömək eləyəcəksiniz. Bizim səsimizi eşidin, xahiş eləyirik. İnanın ki, buradakı nə qədər müəllimlər var kəsilən. Bayram bilmədik biz, nə 8 Mart, nə Novruz, nə oruçluq. Hamı göz yaşı içindədir. Hamının banklərə borcu var. Ailə başçısı, ərsiz. Mən yararsız, hərbidən gələn xəstə uşağımla necə yaşayayım kirayədə? Üstüm dolu borc. Burada mən əlaçsızam, danışıram. Çox pisik biz müəllimlər, kömək eləyin bizə. İlham Əliyev, biz sizə inanırıq ki, siz bizə kömək eləyəcəksiniz. Cəsarət müəllim kimi müşavirlər bizə lazım deyil. Hansı rayondan gəlmisiniz? Nizami rayonu. Özünüzü təqdim edin. Laylə müəllimə. Bu iclasda Özünüzü təqdim edin. Laylə. Soyadınız yox, Xələf. Buyurun.
bir iclas oldu. Cəsarət müəllim bütün müəllimələri Möhkəm iclas danışın. eləmişdi. Aha. Və o iclasda dedi ki, bu təkmilləşdirmədir. Hansı ki müəllim imtahandan keçməyəcək, onu təkmilləşmə kurslarına göndərəcəm. Və bu təkmilləşmə kurslarında da bilmədiklərini öyrənəcək. Yəni heç bir müəllim bu imtahandan sonra işdən azad olunmayacaq. Yəni bu onun dediyi sözlərdir. Belə çıxır ki, Cəsarət müəllim cəsarətlə müəllimləri aldatdı. Hamı imtahanda iştirak elədi və imtahanda heç bir suala cavab verməyəndə kəsildi, suala cavab verəndə, ifa etməyəndə, ifa edəndə. Yəni nə cür istədilər, proqramdan kənarda suallar verilirdi. Hələ də salırlar. Ona və burada mən bir şey də demək istəyirəm, vurğulamaq istəyirəm. Necə oldu? Mən 25 il işlədim, yararlı oldum. İndi isə yararsız. Əlavə soru. 16 ildir. Yəni bugünkü günü 70C maddəsi ilə çıxardan dövlət bugünkü gün, yəni özəl və dövlət heç bir yerdə işləyə bilmədiyim halda mən uşağımı sabah necə əsgərə göndərəcəm bu dövlətə? Anasını yararsız sayan bu dövlətə. Sual vermək istəyirəm onu. Çox sağ olun siz. Adınız, soyadınız? Məmmədova Könül 16 nömrəli uşaq musiqi məktəbindən. Və Siz Sumqayıt şəhərində yaşayan sakinsiniz. Orada sizdə nədir əsas problem? Biz musiqi məktəbinin müəllimləriyik. Aha. Bülbül adına uşaq incəsənət məktəbi 2 nömrəli. Cəsarət Valihov gəldi, iclas elədi. Dedi ki, narahat olmayın müəllimələr, imtahan şəffaf olacaq. Heç kim kəsilməyəcək, heç kim çıxarılmayacaq. Ancaq imtahana girdim, bütün suallara cavab verdim. Əsərimi çaldım, qammanı çaldım. Ancaq məni qərəzli şəkildə kəsdilər. Niyə? Səbəbini də demədilər. Mənə dedilər vərəqə qol çək. Məni o cavab qane eləmədi və qol çəkmədim. Bizim müəllimlərimizin xahişi, prezidentimizə xahişimiz var ki, bu müəllimləri işinə qaytarsınlar. Yenidən işə bərpa olunmasını tələb Bəli, edirsiniz. bəli. Bu boyda müəllimləri çörəksiz qoymaq olmaz. Neçə ildir fəaliyyət 32 göstərirsiniz? ildir işləyirəm. 32 il müəlliməsiyəm. Uşaqlarım konservatoriyaya girib, musiqi kollecində konservatoryada işləyənlər var. Çoxsu hamısı müəllimlərimizin savadlı kadrlardır. Hamını kəsiblər. Nəyə görə? Qərəzli şəkildə bütün müəllimləri kəsmək, çörəksiz qoymaq indiki devirdə bu boyda qadınları çörəksiz qoymaq nə deməkdir? Hamının banka borcu var. Hamı çoxsu xəstədir. Özüm onkoloji problemim var. Bu qədər olmaz da, insanları bu qədər alçatmazlar. Xahiş edirəm. Bunu bir tədbir görsünlər. Prezidentimizdən artıq dərəcədə xahiş edirəm. Bütün qadınların adından heç kimi çörəksiz qoymasın. Hamı bir tikə çörəkdən yana məktəbdə işləyir. Uşağına çörək aparır. Xahiş edirəm. İsmailova Müşkünaz. 55 820. Thank you.